Salam hər kəsə. Bugünkü fizika dərsimizin mövzusu elektrik tutumu. Ətraflı yazı tələb edən tapşırıqların izahı olacaqdır. Keçək testlərimizin izahına. Bir nömrəli testimizdə bizə nə verilib? Kondensator yükləndikdən sonra mənbədən açılmışdır. Yəni, və yaxud da ki, testlərdə gedir ki, mənbədən ayrılmışdır. Bu zaman Q-nin qiyməti sabit qalır. Lövhələr arasına dielektrik daxil edirlər. Lövhələr arasına dielektrik daxil edəndə tutumun qiyməti dəyişir və tutum üçün istifadə edəcəyimiz düstur epsilon/S böl D düsturu. Bizdən isə kondensatorda toplanan enerjini və lövhələr arasındakı intensivliyin qiymətinin necə dəyişdiyi soruşur və bunun üçün uyğun düsturlar yazıb biz əsaslandırmalıyıq fikrimizi. Enerji üçün hansı düsturu seçirsiniz? Baxın, verilənlərə Q var, C var. Enerji düsturu olaraq seçirik Q kvadratı böl 2C düsturunu və C'nin yerinə uyğun düsturu yazırıq. Onda biz alırıq ki, Q kvadratı bölünsün 2 epsilon/S böldü D çıxdı kəsrin surətinə və buradan aydın olur ki, kondensatorda toplanan enerji dielektrik nüfuzluqla tərs mütənasibdir. Lövhələr arasına dielektrik daxil etdikdə enerjinin qiyməti azaldır. İkinci halda isə bizdə elektrik sahəsinin intensivliyini soruşur. Yazırıq Y bərabərdir U böl D, yəni potensiallar fərqi və ya gərginlik bölünsün məsafə. U'nun yerinə tutumun düsturundan Q böl C düsturunu yazırıq, çünki Q sabitdir, o düsturda olmalıdır. Və sonra isə C'nin qiymətini, baxın, yenə epsilon/S böl D ilə əvəz edirik. Yazaq. Deməli, C'nin yerinə yazıq epsilon/S. D surətə çıxır və D'lər x-lar getdiyinə görə belə bir düstur alırıq. Və bu düstura görə də biz baxırıq ki, elektrik sahəsinin intensivliyi də lövhələr arasındakı dielektrik nüfuzluqla tərs mütənasibdir. Dielektrik daxil edəndə intensivliyin qiyməti də azalır. Keçək 2 nömrəli testimizə. 2 nömrəli testdə də uyğun testdir. Yəni, eyni tipli testdir. Yəni, yenə kondensator mənbədən açılmışdır. İndi fərqi nədir? Deyir ki, lövhələr arasından dielektriki çıxartdıqda eyni düsturlarda, eyni ardıcıllıqla getməli. Ona görə birbaşa indi yazaq ki, Q kvadratı bölünsün 2C, C'nin yerinə epsilon/S böl D yazdıq və aldıq ki, enerji dielektrik nüfuzluqla tərs mütənasibdir. İndi isə deyir ki, dielektriki çıxartdıqda bu zaman enerjinin qiyməti artacaqdır. Sonra elektrik sahəsinin intensivliyi yazdıq, Q bölünsün yazdıq, epsilon/S. Baxaq, intensivlik də dielektriklə tərs olduğuna görə dielektrik nüfuzluq buradan gedərsə, kəsrin məxrəci azalır və bu zaman intensivliyin qiyməti artır. Keçək 3 nömrəli testimizə. 3 və 4 nömrəli testlər yenə səhv etmirəmsə oxşar tipli testlərdir. Burada isə deyir ki, kondensator mənbəyə qoşulmuşdur. Kondensator mənbəyə qoşulmuşdur. Bu zaman lövhələr arasındakı gərginlik sabit götürürük və kondensatorun lövhələri arasına dielektrik daxil edirlər. Yenidən bir kondensator çəkirik. Lövhələr arasına dielektriki daxil edirlər. Digər testdə isə deyir ki, lövhələri çıxartdıqda. Hər iki testdə bizdə kondensatorun tutumu və onda toplanan yükün necə dəyişdiyini soruşur. Kondensatorun tutumu C bərabərdir epsilon/S böl D'dir. Və biz baxırıq ki, dielektrik daxil etdikdə tutumun qiyməti artacaq. Digər testdə isə dielektrik daxil etdikdə tutumun qiyməti nə olacaq? Dielektriki çıxartdıqda isə azalacaq. Bəs elektrik yükü necə dəyişir? Yazırıq Q bərabərdir C vurulsun U. Məsələn, tutumun U'nun sabit qiymətində qeyd etdik ki, U sabitdir. Tutum artanda, yəni C, kondensatorun tutumu artanda onda toplanan yükün miqdarı da artacaq. Və hətta ki, yenə həmin düsturu, tutum üçün olan düsturu epsilon/S böl D düsturunun yerinə yazırsınız. Burada da U. Və buradan alırıq ki, elektrik yükü gərginliyə sabit qiymətində dielektrik nüfuzluqla düz mütənasibdir. Deməli, dielektrik daxil etdikdə yükün qiyməti artacaq. Dielektriki çıxartdıqda isə yükün qiyməti azalacaqdır. Keçək digər testimizdə. 5 nömrəli testdə bizə nə verilib? Deməli, elektrik tutumu C1 olan yüklənmiş kondensatorun lövhələri arasında gərginlik 20 voltdur. Deməli, yüklənmişdirsə, Q'miz burada dəyişməyəcək. Və buradan alırıq ki, deməli, U1 bərabərdir. Q bölünsün. Yazırıq burada C1'dir. Və C1'i də bizə 7 verir. Bura yazırıq Q bölünsün. Nə yazdıq? 7. Sonra isə deyir ki, həmin elektrik tutumu C2 olan yüksüz kondensator ilə
həmin C1 kondensatorunu birləşdirdilər. Yəni bura ikinci bir kondensator qoşdular. Və biz şəklə baxırıq ki, həmin kondensatorlar artıq həmin kondensatorlar dövrəyə paralel qoşulmuşdur və bu zaman gərginliyin qiymətini soruşur. İkinci halda isə gərginlik üçün yazırıq ki, U2 bərabərdir Q bölünsün və 2 kondensatordur. Kondensatorlar paralel birləşdiyinə görə məxrəcə yazırıq C1 üstəgəl C2. Eyni yüklənir. Çünki burada ümumi biz gərginliyi tapırıqsa, ümumi yükümüz elə əvvəlkidir, özünü qoruyub saxlayır. Məsələn, buradan biz, Q-nü tapsaq, birinci düsturdan Q bərabərdir U1 vurulsun C1. Q üçün tapdığımız qiyməti U2-nin tənliyində yerinə yazsaq, buradan alırıq. Deməli, U1 vurulsun C1, məxrəcə də aldıq C1 üstəgəl C2. Bunun qiymətləri, yəni verilən qiymətləri yerinə yazaq. U1-in qiymətini bizə 20 volt verib, C1-in qiymətini 7 mikrofarad verib. Sonra paralel birləşdiyinə görə biz onları toplayırıq, alırıq 10 mikrofarad. 20 ilə 10 ixtisar getdi 2, 2 vurulsun 7, neçə alacaq? Alırıq 14 volt alırıq. Deməli, kondensatorun ikinci bir kondensatoru dövrəyə qoşduqda bu zaman gərginliyin qiyməti neçə oldu? Gərginliyin qiyməti oldu 14 volt. Keçək digər səhifəmizdə isə. Digər səhifəmizdə isə 6 nömrəli testi. 6 və 7 nömrəli testlər oxşar tipli testlərdir. Bizdən C1 kondensatorun tutumunu soruşur. Kondensatorlar ardıcıl birləşdiyinə görə ümumi gərginlik hər bir kondensatorda toplanan, yəni gərginliklərin cəmidir. Ona görə də C1 kondensatoruna özünüz bir U1 gərginliyi qoşaq, birləşdirək. Əslində burada bir U1 gərginliyi var. Biz də kondensatorun C1-i tapmalıyıq. Əvvəlcə U1-i tapaq. Deməli, U yekun bərabərdir, U1 üstəgəl U2-dir. Buradan U1 kondensatorun gərgin lövhələri arasındakı gərginliyi tapsaq, 18-dən nə çıxacaq? 18-dən 12 çıxıb tapırıq 6. Deməli, U1 kondensatorun lövhələri arasında gərginlik 6-dır. Və bizdən isə C1 kondensatorun tutumu soruşulur. Kondensatorlar ardıcıl birləşdiyinə görə onların yükləri bərabərdir. Q1 bərabərdir, Q2 yazırıq. Və buradan Q1-i C1 U1, Q2-ni isə C2 vurulsun U2 ilə əvəz edirik. Və buradan bizə lazım olan kəmiyyəti tapaq. Və C1-i tapmaq tələb olunduğuna görə C2 vurulsun U2 bölünsün yazırıq U1 və qiymətləri yerinə yazaq. C2-nin qiymətini bizə 9 verib. C2 kondensatorun lövhələri arasında gərginlik 12 voltdur. Buraya yazırıq 12 volt. C1 kondensatorun lövhələri arasında gərginliyi də 6 volt tapdıq. 6 və 12 ixtisar gedir. Burada 2 qalır. 9 vur 2 neçə tapırıq? 9 vur 2 tapırıq. 18 mikrofarad. Çevirmə aparmamışdır. Müqayisə tipli testlərdə bəzən çevirməyə də ehtiyac olunur. Eyni və 7 nömrəli testi eynidir. İndi bizə C1 kondensatorun tutumunu soruşur. Amma digər kondensatorun lövhələri arasındakı gərginliyi verməyib. Onu da özümüz təyin etməliyik. Nə cür təyin edəcək? Baxaq. Burada da yenə 30. Ümumi gərginlik 30-dur. 30-dan 24-ü çıxmaqla C2 kondensatorun lövhələri arasındakı gərginliyi neçə tapacaqsınız? 6 volt. Yenə baxın. Deməli, test oxşar tipli testdir. Baxın, bu hissəyə qədər bu hissəni silək. Eyni gedəcək gedişi. Sadəcə burada da bizdə diqqətli olun, orada qiyməti dəyişə bilərik. Baxın, burada qiymətimizi dəyişək, qiyməti dəyişək tutumunu. Deməli, indi biz U2-ni tapmalıyıq. Deməli, U2-ni tapmaq üçün ümumi gərginlikdən U1 gərginliyini çıxırıq. 24-dən, deməli, 30-dan 24 çıxmaqla alırıq 6 volt. Və birinci kondensatorun indi tutumunu tapaq. Yenə C1 bərabərdir. C2 vurulsun U2. 8 vurulsun. C2 8-dir. U2-ni biz 6 tapdıq. 8 vurulsun 6 bölünsün 24. 8 ilə 24-ü ixtisara aparsaq 3. 6-nı da 3-ə bölsək alacaq ki, birinci kondensatorun tutumu 2 mikrofarad. Keçək digər testimizə. 8 nömrəli testdə bizdən nə tələb olunur? 8 nömrəli testdədir ki, deməli 3 kondensator verilib, ikisi paralel, digəri isə ikisi ardıcıl, digəri isə onlara paralel birləşdirilmişdir. Kondensatorun A və B nöqtələri arasında potensiallar fərqli. Yəni, hər 3 kondensator üçün ümumi gərginliyi burada verib bizə 1000 volt. Yazırıq U bərabərdir 1000 volt. Sonra kondensatorlar batareyasının, yəni ümumi enerji
toplanan enerjini bizə verib 3 joule və bizdən soruşur ki, bir kondensatorun tutumunu tap. Amma verilən kəmiyyətlər ümumi dövrəyə aiddir. Ümumi dövrəyə aid olduğuna görə bizim istifadə edəcəyimiz düstur C U kvadratı bölünsün 2-dir. Buradakı C yekun tutumdur. Yəni, indi biz bu düsturdan yekun kondensatorun tutumunu tapaq. Yəni, 3 kondensatorun yekun tutumunu tapırıq. 2 vurulsun W bölünsün. Nə yazırıq? U kvadratı. Buradan C yekun bərabərdir. 2 vurulsun W. Deməli, enerjini bizə 3 verib. 2 vur 3 alırıq burada 6. Gərginliyin qiyməti 1000-dir. 1000 yəni 10 üstü 3-dür. Standart şəklə salsaq kvadrat olacaq 10 üstü 6. Və buradan da biz alırıq ki, yekun kondensatorun tutumu 6 vurulsun 10 üstü mənfi 6. Ona da mikrofarad deyə bilərik. Yekunu tapdıq. Bizdən yekun yox, amma bir kondensatorun tutumunu soruşur. Tutumlar da bərabərdir. Bunun üçün əvvəlcə dövrədən yekun tutumu nə cür tapacaqsınız? Gəlin baxaq. 2 kondensator ardıcı birləşdiyinə görə onların tutumu C bölü 2-dir. C bölü 2 ilə C isə paralel birləşdiyinə görə biz onları toplasaq, bu zaman C yekun, C bölü 2 üstəgəl C alırıq 1/5C. Gəlin buraya yazaq ki, 1/5C. Və buradan C-ni taparıq. C bərabərdir. C yekunun qiymətini biz enerji düsturundan 6 mikrofarad tapdıq. 6 mikrofaradı bölürük 1/5-ə. Baxın, vergülü silsək olur 60, 60-ı 15-ə bölsək neçə alırıq? Alırıq 4 mikrofarad. Deməli, bir kondensatorun tutumu nə qədərdir? 4 mikrofarad. Keçək digər testimizə. Buradan qeyd edim ki, məsələ 2 tərkiblidir və bu 2 tərkibli məsələdə həm də biz nəyi bilməliyik? Ardıcıl paralel birləşmədə yekun tutumu nə cür tapılır? Yəni, şəkildən biz C yekunu tapdıq. Verilən enerji düsturundan C yekunun qiymətini tapdıq. Sonra tələb olunan, yəni bir kondensatorun tutumunu tapdıq. Birini tapmışıqsa, deməli, hamının tutumu burada 4-dür. Keçək 9 nömrəli testə. 9 nömrəli testdə 2 kondensator ardıcıl birləşdirilmişdir. Baxaq. Və C1 kondensatorun enerjisini verib. Burada nə yazırıq? C1 kondensatorun enerjisi üçün, yəni birinci kondensatorun enerjisi üçün yazıram C vurulsun. C U1-in kvadratı bölünsün 2 və buna bizdə W deyilib. Sonra indi bizdən isə 3-cü kondensatorun enerjisini soruşur. 3-cü kondensatorun enerjisi üçün yenə C U kvadratı bölü 2 yazırıq. Amma burada isə gərginliyi götürür U 3-ün kvadratı bölünsün 2. Baxın, 3-cü kondensatorun lövhələri arasındakı gərginlik birinci və ikinci kondensatorun lövhələri arasında toplanan gərginliyin cəmidir. Yəni, U3 bərabərdir. Aşağıdan yazıram. U3 bərabərdir. U1 üstəgəl U2. Biz indi U2-ni U1 ilə əvəz etməliyik əvvəlcə. Baxırıq. Birinci və ikinci kondensatorlar ardıcıl birləşdiyinə görə onlarda toplanan yüklər bərabərdir. Və burada da baxırıq ki, bilirik ki, bu zaman gərginlik C ilə tutumdan tərs mütənasibdir. İkinci kondensatorun tutumu birinci kondensatorun tutumundan 2 dəfə böyük olduğuna görə onun lövhələri arasındakı gərginlik birincinin lövhələri arasındakı gərginlikdən 2 dəfə kiçik olacaq. Və gətirib baxın, bu uyğun düsturu burada yerinə yazırıq. Deməli, U3 bərabərdir. U1 üstəgəl. Buraya yazırıq U1 bölünsün 2 və bunları toplayırıq. Toplayanda biz alırıq 3U1 bölünsün 2. Və U3-ü artıq biz təyin etdik. U3 gərginliyi üçün aldığımız bu ifadəni, baxın, burada enerji düsturunda yerinə yazırıq. Yazırıq C vurulsun. 3U1 bölünsün 2'dir. Burada da kvadrat olduğuna göre alırıq 9 U1'in kvadratı. Burada da 4 vurulsun 2. Bak biraz da tənliyimizi sadələşdirək. Burada 9 bölünsün 4'ü kənara çıxarır. 9'u 4'e böləndə alırıq 2 tam %25 vurulsun. C vurulsun U1'in kvadratı bölünsün 2. Məsələnin əvvəlində bizə baxın, birinci kondensatorun enerjisi, yəni C U1'in kvadratı böl 2'ni vermişdir W. Burada da biz sonda alırıq C U1'in kvadratı böl 2, buna W desək və sonda biz alırıq ki 2 tam %25 W. Deməli, 3-cü kondensatorun lövhələri arasında toplanan enerji əvvəlkindən, yəni əvvəlkindən neçə dəfə çoxdur? 2 tam %25 W. Və yaxud da ki, cavab olaraq seçirik
2 tam %25 mütləq nə etdik? Əsaslandırma aparıb testimizi həll etdik. Keçək 10 nömrəli testə. 10 nömrəli testdə kondensatorun lövhələri arasındakı gərginliyin, deməli, yükün gərginlikdən asılı qrafik verilmişdir. Bu kondensatorların ardıcıl birləşməsindən alınan elektrik batareyasının tutumunu soruşur. Bunun üçün əvvəlcə biz nə etməliyik? Deməli, kondensatorlar ardıcıl birləşir. Baxın, iki kondensatorlar ardıcıl birləşir və bu iki kondensatorun yekun tutumunu soruşur. Ardıcıl birləşmədə biz yekun tutumu tapanda, əgər tutumların qiyməti fərqlidirsə, elə fərqli də olacaq. C1 vurulsun C2, C1 plus C2 düsturunu tətbiq etməliyik. Bu zaman əvvəlcə qrafikdən C1-in qiymətini tapırıq. Deməli, C1 bərabərdir. Q1 bölünsün, nə yazırıq? Q1 bizdə 60'dır. 60'ı 10'a bölsək, alırıq 6. Vahidi də yanına yazacaqsınız. 6 mikrofarad. Digər ikincini tapırıq. İkincini tapdıqda isə C2 bərabərdir. Q2 bölünsün U yazırıq. Buradan da Q2'mizin qiyməti, baxın, Q2'mizin qiyməti 40'dır. Gərginliyin qiyməti eynidir. 40 bölünsün 10 alırıq 4 mikrofarad. İndi yekun tutum soruşur bizdən. Şərt də qoyub ki, ardıcıl birləşib. Məsələn, desəydi paralel birləşib, biz sadəcə 6 ilə 4'ü nə etməliydik? Toplamalıydıq. İndi isə şərti qoyub ki, kondensatorlar ardıcıl birləşib. Yazaq C yekun bərabərdir. Surətdə 6 vurulsun 4. Məxrəcdə 6 vurulsun 4'ün. 6 üstəgəl 4'ün cəmidir. Bu da bizə 10 verir. 6 vur 4, 24. 24'ü də bölsək ona alırıq 2 tam 10'da 4 mikrofarad. Deməli, kondensatorları ardıcıl birləşəndə yekun tutum oldu 2 tam 10'da 4 mikrofarad. Gəl məsələnin gedişinə bir də nəzər salaq. Məsələdə bizdə yekun tutumu tapmaq üçün biz qrafikdən istifadə edərək hər bir kondensatorun tutumunu tapdıq. Sonra da şərtə fikir verdik ki, ardıcıl birləşdiyinə görə, baxın, uyğun düsturu seçib, sonra qiymətlərini yerinə qoymaqla məsələmizi həll etdik. Keçək sonuncu məsələmizə. Baxaq, bu sonuncu məsələni bir dəqiqə. Aha, sonuncu məsələni mən bura qeyd etməmişəm. Deməli, bugünlük bu qədər. Növbəti videolarda görüşərik. Deməli, bugün biz sizinlə elektrik tutumu olan bölmədən ətraflı yazı tələb edən tapşırıqların izahı ilə tanış olduq. Növbəti videolarda görüşərik. Sağ olun.